Aysun orada bilərekten ya da bilmeyərekten obraza girmişti mahnıda. Ve orada oğlanın böyle çiğninden tutmak böyle bu normal dersin səhnədə. Mən Nihat'la da oxuyanda elə, burada elə sizin verilişinizdə də oxuyanda əlimi belə çininə qoyub oxumuşum. Yani bunu insanlar bir acıq kimi gösterdiler ki. Yox, baxın, birincisi nə mən elə xarakterdə insan deyiləm. Nə də mənim duet ortağım elə bir insan deyil ki, mən ona acığa nəsə eləyim. Əslində biz Qaraxanla 7 il öncə duet oxumalıydıq. Aha. Və Qaraxanla duet, və Vəfa da təklif edib Qaraxana duet. Yəni, siz necədir? Biz sadəcə işbirliyi edirik. Bəli. Və o toy olsaydı, o səhnə, təbii ki, etməzdik. Sağ ol. Amma bu konsertdirsə, orada hər kəs əlində telefon durursa, demək ki, mən bir şou göstərməliyəm. Düzdür. Və mən də onu etmişəm. Nə yaxşı hadisə rəqqasına belə ayağını qaldırır, rəqqas ayağından tutur. Onda deyirlər ki, şou göstərdi. Amma Aysun nəsə eləyəndə niyə? Nəfəs rəqs elədi. Bunda ayıb bir bax, şey gördük nəfəs yazıq səhnə. Baxın, nəfəsin sözündə həqiqət var. Bir müğənni rəqqassız səhnəni doldura bilirsə, əhsən o müğənniyə. Və nəfəs də eyni. Biz ikimiz də şıltağıq. Bəli. Səhnə şıltaqlığı sevir. Bəli. Mən nə bacarıramsa edirəm. Mən rəqqasə deyiləm. Amma özümə aid bir hərəkətlərim var. O ki qaldı o videoda da ki mən elə bir qəbəhli bir iş görmürəm. O mənim səhnəmdir. Səhnə məndən nə tələb edirsə mən onu edirəm. Qaraxanla da 2 dənə hazır duetimiz var. İnşallah ki dalbadal təqdim eləyəcəyik.